Herkese salam, kanalım videoma hoş geldiniz. Beni tanımayanlar için ben Zəhra Məmmədzadə. Bugün sizlərlə bir yerdə əlavəmdən gəlmişəm, pijamalarımı giymişəm. Anam da mənə çox gözəl bir popcorn düzəlib və bugün sizinlə birlikdə popcornumuzu yeyə yine bir söhbətimsi bir video çəkirik. Çox belə qeybət havamda yeməsin, amma qeybət eləyə bilmirik. Yəni YouTube şərtlərinə görə bizim burada qeybət eləməyimiz biraz çox mümkünsüzdür, amma söhbət eləyə bilərik, suallara cavablaya bilərik. O gün bugün bir yerdə sualları cavablayırıq. Çox qəşəng suallar görürəm və çox həyecanlıyam başlamaq üçün. Başlayırıq hazırsa. Deyir ki, bir gün görünməz olsan ilk nə edərdin? Bu sualı verməyən qalmayıb, bezmişəm bu sualdan. Elə bir popülərəm. Amma mən sual vermişim, neysə. Bir gün görünməz olsam ilk nə edərdim? İnsanlar mənim arxamdan nə danışdığını görmək istəyərdim. Ona görə görünməz olsam insanların arasına girərdim, nə danışdıqlarına qulaq asardım. Necə şərəfsiz bir insan, Allah kahretsin. Neyim çox maraqlıdır mənə, həqiqətən. Başqa neyə bilərəm? Çox mənə başqa görünməz olub neynəmək olar, həqiqətən. Görünməz olmaq istəmirəm vəbşə. Dişim qırıldı. Qırılmayıbsa da qırıldı yəni. Neysə. Deyir ki, insan niyə ən çox gecələr fikirləşir? Çox qəşəng sualdır. Səhərlər vaxtımız yoxdur çünki. Həqiqətən məndə elədir şəxsən. Mən heç gecələr də bu aralar qoymuram özümü fikirləşməyə. Səhər dururam, qulaqçıq qulağımızda məsələn taş. Bir yandan kinonun səsi, bir yandan nəyinsə səsi, onun səsi, bir yandan dərs yazmaq falan. İnsan beyni yəni ora odaqlanır da, oturub nəyinsə fikirləşməyə vaxt vermirik ki beynimizə. Gecələr yatanda insan ən çox fikirləşməyə vaxt tapır. Onda da ki, mən gecələr qulaqcığı taxıram, elə yatıram, yenə fikirləşmirəm çox vaxt. Amma yəni, ən çox gecələr fikirləşməyin səbəbi odur ki, insan beyni daha, yəni eləyəcək bir şey tapmayanda oturur, məcbur fikirləşir, neynəsin. Ondan sonra deyir ki, dünyada bir qaydanı silmək şansın olsa, hansını silərdin? Qəşəng sual bu da. Yəni bildiyimiz qaydalardan mı, yoxsa o bəzi şeylər var ya, qayda deyil amma qayda deyə, yəni özü izah edimsə. Heç bir qaydanın, bir dəqiqə. Çox şey var dağımda, yadımdan çıxdı. Nə qayda ola bilər? I don't know. Hansı qayda? Bilmirəm. Amma çox qəşəng sual oldu. Mən niyə buna cavab verə bilmədim? Bildim aslında deyəcəm. 18 yaşında niyə prava verilir? Niyə prava 18 yaşında verilir? Mən 17 yaşımda sürmək istəyirəm, 16 yaşımda sürmək istəyirəm. Ağlıma bu gəldi. Bunu dəyişmək istəyirəm. Sürmək istəyirəm bu dəqiqə mən maşın. Bəli. Deyir ki, çox qəşəng suallar var. Deyir ki, bax çox mənalı bir sualdır. Deyir ki, insanlar mənə zəng gəlir. Heç açamam, yəni video çəkmirəm burada, kusura baxmayın. Çox gözüm qaldırdı, neysə. İnsanlar niyə başqasının həyatına bu qədər qarışır? Bu sualı insanlara soruşmaq lazımdır, mənə yox. Amma mən cavab verim. Çünki biz necə, bu əslində bu mövzu belə bir şeydir ki, bəzi insanlarda bəzi şeylər çatışmır. Bunda həmfikirik. Bəzi insanlarda məsələn ola bilər, birində pul çatışmır, birində nə bilim ailəsində problem var və s. Kimin ki nədəsə problemi var, hamısı, məsələn mənim pulda problemim var tutaq ki, mən varlı bir adamın işinə qarışaram. Deyərəm ki, ayda pulu belə yox, belə xərcləsəydin daha yaxşı olardı. Yəni, bəzi insanlar bu hissini dayandıra bilirlər, bəziləri dayandıra bilmirlər. Problemlər buradan yola başlayır. Niyə? Məsələn, birinin ailəsində problem var. Ailəsinin vəziyyəti yaxşı olan birinə gelib deyəcək ki, ayda belə eləsəydin, yəni sizə nə vardı? Yəni, əsəbləşirəm mən də buna, neysə. Yəni, məncə səbəbi öz əksikliklərini doldurmaq istəyirlər əslində insanlar. Prosta nə dərəcədə doldururlar, orası da o insanlara soruşmaq lazımdır şəxsən. Yəni, mən özüm bu tərəfdarındayım ki, nə mən başqasının həyatına qarışaram, nə də başqası mənim həyatıma qarışsın. Hər şey qarşılıqlıdır. Qarşılıqlı şəkildə yolumuza davam edelim. Bəli. Deyir ki, bir şəhərdə yaşayıb heç yerə çıxmamaqmı, yoxsa hər il başqa ölkəyə gəzməyimi? Hər il başqa ölkəyə gəzmək təbii ki. Son mənasız sual. Amma necə yəni, mənim evim olmayacaq. Yəni, mən başa düşmədim. Yəni, bir şəhərdə yaşayıb heç çıxmamaq, o təbii ki də hər il başqa ölkəyə gəzməyə.
Yəni heç sıxmamaq. Ürəyim partlayar mənim. Hər gün başqa ölkə gəzmək. Səncə susmaq hər zaman zəiflikdir? Məncə tam tərs bu arada. Məndə həmişə bu var və mən həmişə özümdə bu xarakteri yaratmaq istəmişəm ki, yəni mən çox belə tez cavab verən bir insanam. Biri mənə nəsə deyən ki, mən ona tez müdafiəyə keçirəm, tez cavab verim, tez cavab verim. O mənə söz atdı, mən də söz atmalıyam falan. Amma əslində həqiqətən susmaq ən qəşəng cavabdır bəzən. Bəzən yox, əslində çox vaxt. Amma zəiflik qətiyyən deyil. Niyə zəiflik olsun? Mənə baş düşmədi. Niyə zəiflik olsun? Yəni mən özüm heç vaxt susan biri olmamışam. Amma olmağı çox istəyərdim. Susaraq cavab verim. Niyə başa düşdünüz? Cool takılma. Bəli. Səncə insan neçə yaşında dəyişir? 17 yaşında. Həqiqətən amma 16-17 yaşında məncə insan daha çox dəyişir. Yəni insan dəyişir də, yəni. Burada biz ərgənləri daxil eləmirəm mən bura. Bəzi insanlar həqiqətən 16-17 yaşında da ərgəndirər. Mən də ərgənəm. Ərgən olmaq pis bir şey deyil. Ərgən olmaq sadəcə bir yaş mühitidir. Bəli, mühiti deyil daha doğrusu. Yaş aralığı. Başqa heç bir şey deyil. Prosta nə mənada ərgən? Toksik deyək də belə. Yəni 17 yaşında şəxsən mən 16-17 yaşımdan çox dəyişdim. Hər mənada dəyişməyi. Burada təkcə imtahan verməkdən falan söhbət getmir. Yəni çox insan tanımışam ümumiyyətcə bu il, keçən ildə. Çox şey dəyişib məncə və insanlar da ən çox mən bunu eləmişəm ki, fikir vermişəm ki, insanlar ən çox 16-17 yaşında dəyişirlər məncə. Sizcə? Məncə belə. Deyir ki, keçmişi silmək yaxşıdır, yoxsa xatırlamaq? Həmişəmi xatırlamaq, necə yəni? Mənasız sualdır. Keçmişi silmək mi yaxşıdır, yoxsa silmək yaxşıdır, yoxsa xatırlamaq? Keçmişi xatırlamaq məncə yaxşıdır. Mən həmişə bu sözü işlətmişəm. Bizdə, deməli, belə deyim də sizə. Biz bir müddət oldu evdə işdirdik, başqa bir evə köçdük də, indi yaşadığımız evə də belə deyim. Və bizim təzə evin balkonundan köhnə evimiz görsənir. İndi də görsənir, əvvəl də görsənir. Mən həmişə ona baxanda şey deyirəm, insan öz keçmişini unutmamalıdır. Həmişə ona baxanda o günlər yadına düşür ki, yəni pis mənada yox, yaxşı mənada. Mən o evdəki anılarımı heç vaxt unutmaram. Bütün uşaqlığım orada keçib. Yəni İnsan həqiqətən o evə baxanda həmişə belə şey olurdu, gözlərim dolurdu, deyirdim ki, yəni orada o ev yaşanmışlıqlar var da, yəni mən keçmişim qulağım çox pis görsənir. Mənim keçmişim olmasaydı, düz nə keçmişim var deyəcəksin, 17 yaşım var burada, nə danışırsan boş-boş. Amma ki, elədir dostlar. Hər şey yaşla əlaqəli deyil. Yəni insan həqiqətən keçmişini unutmamalı məncə. İstər daha dibə də batsa, yüksəlsə də, hər nə olur olsun, yəni unutmamalı. Yəni sən o keçmişin sayəsində bugünkü sənsən. Onu da unutsaq daha nə oldu, nə mənası oldu? Fırladıram. Fır. Deyir ki, hamının səni sevməsini mi istəyərsən, yoxsa bir nəfər səni həqiqətən yaxşı başa düşsün mü istəyərsən? Mən belə deyim də sizə, bu ilin əvvəlləri, bu ilin ortaları, bir ay bundan əvvələ kimi belə deyim. Sırf mən şeyə görə çalışırdım ki, insanlar hamı məni sevsin, yaxşı bir ətrafım olsun. Yaxşı bir ətraf deyəndə mənim həmişə ətrafım yaxşı olub. Amma ki, məsələn, deyim gülüm də başa düşdünüz. Amma deyib gülə-gülə o bəzi insanlar var ki, sırf dərdləşdiyimiz insanlar. Düz deyib gülürük, amma dərdləşdiyin hər insanla dərdləşməzsiniz. Hər insanla deyib gülə bilsəz də hər insanla oturub dərdinizi danışa bilməzsiniz. Çünki bir insan dərdini danışmaq ona güvənmək deməkdir həqiqətən. Mən gördüm ki, dediyim, güldüyüm insanlar çoxaldıqca mənim dərdimi başa düşən, dərdimi danışdığım insanlar getdikcə azalır. Bunu başa düşəndən sonra mən artıq hamının məni sevməsindən daha çox bir nəfərin məni həqiqətən başa düşməsinin tərəfdarıyam. Mənim dişimi çox incidir dostlar. Nəysə. Deyir ki, səncə telefonlar yox olsa insanlar həqiqətən xoşbəxt olarlar. Məncə əslində ola da bilər, olmaya da bilər. Mən xoşbəxt olmazdım. Mən telefonumu çox sevirəm. Yəni telefondan düzgün məqsədlə istifadə olunmalıdır. Yəni mən istifadə edirəm, orası belə şübhəlidir. Prosta
Yəni çox yararı var insanoğluna, həqiqətən bəşəriyyətə. Prosta ziyan da çoxdur. Xoşbəxtlik məsələsinə qalanda, məncə Wi-Fi olmasa insanlar xoşbəxt olar. Bəli. Wi-Fi olmasa mən də xoşbəxt olarmıyam. Olmaram mən. Mən ümumiyyətlə Wi-Fi-sız asılı qala bilmirəm, amma ki, yəni ümumi götürsən insanlar xoşbəxt olar məncə. Wi-Fi-sız telefonla əlaqəsi yoxdur. Telefon sən kamerasını istifadə edə bilərsən. Boğazıma qaldı. Telefon kamerasını istifadə edə bilərsən, nə bilim. Wi-Fi-sız min dənə şey var. Nə var? Zəng eləmək. Telefon bizə lazımdır dostlar, amma Wi-Fi lazım deyil, boş şeydir. Vaxtımızı itirdiyimiz şey Wi-Fi-dir əslində. Telefon yox. İnsanlar niyə öz dəyərlərini gec başa düşürlər? Niyə gec başa düşürlər? Hansı insan ki, uşaqlıqda normal şəkildə böyüdülüb, o insan öz dəyərini çox yaxşıca başa düşür. Amma hansı insana ki, uşaqlıqda o insanı siz alçaltmısınızsa, valideynləri tərəfindən ola bilər, hər hansı bir yaşlıdır tərəfindən, o insan uşaqlıq vaxtlarında alçaldılıbsa, nə bilim, həmişə sən haqsızsan deyilibsə, təbii ki də o insan öz dəyərini başa düşməyəcək. Deyəcək ki, mən səhvəm, üzr istəyirəm, hər daim üzr istəyən insanlar var, haqlı, haqsız olsa ola bilər. Amma bir insana öz dəyərini izah eləsəz, o insan da öz dəyərini başa düşər. Yəni, burada qəribə bir şey yoxdur, məsələn. Amma bəzi insanlar da var ki, özünü yetişdirir. Amma deyir də, yəni, niyə gec anlayır? Niyə gec anlayır? Çünki imkan verirlər ki, başa düşsünlər. Neysə. Çox qəşəng suallar var. Bəyəndim ümumiyyətlə mən bu dəfəki sualları. Deyir ki, həyatda hər şey qismətdir səncə, yoxsa seçim? Hər şey qismətdir, yoxsa seçim? Məncə bu necə bir şeydir, məsələn, bilirsiniz? Tutaq ki, birindən soruşurlar ki, məsəl üçün, sən yaxşı bir insansan, pis bir insan. Hər insanın içində yaxşılıq da var, pislik də var. Bu hər kəsin qismətidir, tutaq ki. Məncə. O insan yaxşılığı seçirsə, yaxşı olur. Amma bu o demək deyil ki, də %100 yaxşı olur. İçində yenə də bir pislik var. Pisliyi seçirsə, pislik olur. Amma yenə də yaxşılıq da var. İzah eləmək istədiyim inşallah izah eləyə bildim. Yəni, hər şeyin başında qismət durur. Amma o qismətin də yolunu biz cızırıq da, yəni öz seçimlərimizlə. Yəni, şimdi qismətimdə nədirsə odur, mən oxumasam da olar, mən işləməsəm də olar. O deyil. Yəni, qismət də bir yerə kimi də, yəni bir yerə kimi aparacaq. Ondan sonrasında özünüz öz seçimlərinizlə getməlisiniz. Bu kadar basit. Bir insanı tanımaq üçün nə qədər vaxt lazımdır? 10 il. Uzun bir vaxt lazımdır. Məncə heç kimi tamamilə tanıya bilməz. Məni tam %100 heç kim tanımır məncə. %100 heç kim. Mən belə özümü %100 tanımıram. Heç kimi %100 tanıya bilməz. %90 da tanıya bilməz məncə. %89 bəlkə o. %89 ananız sizi tanıya bilər. Ananız belə %90-95 tanıya bilməz. Çünki hər insan iç dünyası ayrıdır. Qıraqdan ayrı bir cür ola bilər. Şəxsən mən eləyəm biraz çox içimdən başqa şeylər keçsə də bəlkə üzə başqa cür olur falan. Yəni hər insanın min cür xasiyyəti var. Onu bilə bilməsi, xüsusən də dostluqlarda heç tanıya bilməzsiniz. Amma bir evin içində olduğunuz insanı, məsələn ailənizdir də indi, onu daha yaxından təbii ki tanıyarsın, amma yəni o da %100 yox yenə dediyim kimi. Popcorn yerə düşdü, götürəcəm, sakit olun, əsəbləşməyin. Deyir ki, səncə qısqanclıq sevgi əlamətidir? Bəli, qatılıyorum. Bu çox şeydir, biraz mağara adamı kimidir. Amma ki, bilirsiniz necə, mən məsələn adi sakin, niyə hər şeydə niyə anamı örnək göstərirəm bilmirəm. Mən məsələn anamı çox istəyirəm, düzdürmü? Anneciğim, kalp, popcorn üçün də bir daha təşəkkürlər. Yəni düşünürəm. Yəni məsələn tutaq ki, mən anamı çox istəyirəm. Onda okey. Prosta məncə bir sevginin göstərgisidir də həm də qısqanclıq. Necə qısqanmaya bilərsin? O çatmır, çox qəribə gəlir mənə. Necə ola bilər yəni? Çox qəribə. Mən bir insanı sevirəmsə, onu qısqanmalıyam. Bir dənə onu deyimsə, mən qısqanmadığım adamı sevmirəm bu arada. %100. %1 milyon falan yəni.
Necə ola bilər? Demirəm, hər adi şeydir. Qısqanclığın da növləri var. Növlər. Məsələn, tutaq ki, bəzi mövzular var ki, o mövzularda qısqanmaq olmaz. Paltar mövzusudur. Qarışanlar var. Mən paltarıma, birincisi, paltar mövzusu çox şeydir. Paltarıma heç kim qarışa bilməz. Heç kim. Məsləhət verə bilərlər. O da mənim qəbul etmək mənim özümdən asılı olan bir şeydir. Amma insan özü də geyindiyi şeyin də bir sərhədini bilməlidir. Məncə mən bunu bildiyimi də düşünürəm. Yəni imkan verilməməlidir ki, sizə kimsə o cəhətdən qarışsın. Başqa da nə cəhətdən qısqana bilər? Məsələn, danışdığı kimdənsə qısqana bilərsən. Bu məncə normaldır. Xoşlamamış ola bilərsən o insanı, ona görə qısqanmış ola bilərsən falan. Yəni məncə qısqanmaq normaldır, amma hər şeyin öz sərhədi var, yəni dostlar. Hər şeyin öz sərhədi var. Ümumiyyətlə bu tək qısqanmağa aid olan bir şey deyil. Yəni məsələn, bir dənə bunu popcorn belə mən 10 dənə qab yesəm ölərəm burada. Başa düşdünüz necə? Hər insan məncə qısqanmalıdır, amma öz qədərində qısqanmaq məncə. Qısqanmasa da mənə heç kim inandıra bilməz ki, müasir nə heç əlaqəsi, necə qısqanmaya bilərsiniz? Yəni yalandan burada şey eləməyin. Geopologiya. Səncə ən gözəl hiss nədir? Onun Azərbaycancası şəfqət. Şəfqət. Hər hansı bir şeyə şəfqət ola bilər. Hər hansı bir canlıya ola bilər, bir dənə quşa ola bilər, nə bilim, bir dənə itə, pişiyə, insana, yəni ananıza, atanıza, qardaşınıza, bacınıza, hər hansı birinə şəfqət göstərmək. Məncə dünyanı təməldən dəyişər. Hər insan içində çox azca da olsa, bir şəfqət hissi olsa, düzələ bilər. Dünya bütünlüyünə dəyişə bilər, mən inanıram. Vicdan da ola bilər əslində ən gözəl hiss, amma vicdan hiss midir, bilmirəm. Şəfqət hissi. Çox qəşəng cavab verdim buna. Özümdən bu cavabı gözləmirdim. Sonra neçə dəqiqə? 17 dəqiqə. Nə tez cavab verirəm? Halal olsun. Niyə dünyada yaxşı insanlar daha çox sınanırmış kimi görünür? Məncə elə görünmür, elədir. Yaxşı insanlar daha çox sınanır. Mən buna görə olduğunu düşünürəm. Yəni həqiqətən də sınanırlar da adı üstündə. Yaxşı insanlar daha çox sınanır ki, görək öz yollarından çıxacaqlar ya yox. Mən buna görə olduğunu düşünürəm. Və mən də çox vaxt isyan eləyən biriyəm ki, yəni nə olur elə yaxşıların başına gəlir, heç pislər heç öz cəzasını almır və s. Amma əlimizdən gələn bir şey də yoxdur. Amma mən karmaya inanıram. Biri nə inirsə, fırlanır, onun başına gəlir. Amma daha çox yaşlılar mı sınanır? Bəli, daha çox yaşlılar sınanır. Zaten pis yola gedənlər özləri o yolu gediblər. Amma yaxşı yolu gedənləri də bir sınamaq lazımdır ki, görək öz yollarından çıxacaq ya yox. Məncə buna görə. Şu an bu cavab mənim indi ağlıma gəldi. Mən bunu ömrü boyu işdə fikirləşmişəm. Halal olsun mənə. Bu sual oxşar bir dənə də sual desən verdi. Yox. Deyir ki, səncə pul xoşbəxtlik gətirir, yoxsa sadəcə rahatlıq? Çox qəşəng bir sual idi. Sadəcə rahatlıq gətirir məncə. Xoşbəxtlik də gətirir, amma biz necə xoşbəxtlikdir o? Belə deyim desəm, mən pul çox sevirəm. Həqiqətən, mən pul sevirəm. Mənim əlimə pul ver, mən onu gedim xərcləyim hər hansısa bir şeyə. Paltar almaq sevmirəm. Kitab alaram, makyaj malzeməsi alaram, nə alaramsa da, yəni elektronik nəsə alaram. Xoşbəxt olaram, amma necə bu xoşbəxt? Elə bir ki, belə içdən olmur, yəni bilmirəm bunu hiss eləmisinizmi, bilmirəm. Bir rahatlama kimi bir hiss olur. Həqiqətən rahatlıq, yəni. Bu sual mükəmməl. Bütün aydınlandım resmən. Yəni bir xoşbəxt, tam da xoşbəxt də yox da, amma bədbəxt də yox da, yəni ortada bir şey, rahat. Aha, rahat. Pul olması tam bir rahatlıq da, yəni gələcək qayğısı yox. Sabaha nəyi pişirəcəm, yenə də pişirəcəm dərdin olar. Mənim düz yoxdur, prosta da yəni. Yəni qulutum falan pişirər, yəqin ki. Nə bilim, rahatlıq. Çox qəşəng bir sual idi, bəyəndim. Niyə insanlar fərqli olanı qəbul etməkdə çətinlik çəkirlər? Bu sualları necə bu qədər kreativ fikirləşmiş ola bilərsin? Deyir
Deyir ki, niyə insanlar fərqli olanı qəbul etməkdə çətinlik çəkirlər? Mən, bu fərqli olan mənəm. Xüsusən də bizim ailədə məsələn, hər ailədə bir insan olur fərqli düşüncəyə sahib və s. Yəni niyə qəbul etməkdə çətinlik çəkirlər? İnsanlar rahatına düşkün məxluqlardır, dostlar. Şəxsən mən özüm deyiləm. Mən özüm də mənim kimi olmayan birini görəndə bir dirəşərəm axıra kimi, deyərəm ki, sən səhvsən, mən düzəm, sən səhvsən, mən düzəm, sən səhvsən. Ona görədir məncə. İnsanlar hər şeyi beyinlərində necə kodlayıblar. Mən nəyəmsə, hamı da elə olmalıdır. Mən bunu istəyirəm, mən bunu yeyirəmsə bu dəqiqə, hamı da bunu yeməlidir. Bunu yeməyən artıq o insanların gözündə pis biri kimi canlanır və onlar da qarşı çıxırlar. Amma hər şeyi nəzərə almaq lazımdır. Empatiya qurmaq çox vacibdir. Mən çox empatik bir insanam məncə. Özümü çox başqalarının yerinə qoyub fikirləşirəm. Hər kəsin gözü ilə görməyə çalışıram ki, bəlkə nəsə bir şeylər görərəm də, başqa bir gözlə də baxıram həyatı bəzən. Yəni niyə qəbul etməklə çətinlik çəkirlər? Öz standartlarını aşmaq istəmirlər insanlar. Yeni nəsə görmək istəmirlər. İstəyirlər ki, hər şey necə köhnədə necə idisə elə də qalsın. Ümumi Azərbaycan mentaliteti, klassik Azərbaycan mentaliteti yəni. Deyir ki, digər sual. Dünyada ən böyük problem sevgisizlik ola bilərmi? Ola bilər. Çox qəşəng sual bu da. Niyə bu qədər gözəl suallar tapmışam? Şaka mı? Həqiqətən sevgisizlik. Nə başlayırsa, hər şeyin ən təməlində sevgisizlik gəlir. O da valideyndən başlayır. Valideyn uşağına sevgi göstərməlidir ki, uşaq da öz uşağına, onun uşağına belə-belə. Hər həm də sevgisizliyə reaksiyası başqa cür olur da, başa düşdünüz? Məsələn, mən sevgisizliyə reaksiyam tutaq ki, başqa cür olanda, bəzisi qatilə çevrilir, bəzisi pis yola düşür, bəzisi bu yola düşür, bəzisi də yaxşı yola düşə də bilər. Yəni, reaksiyası başqa olur deyə, sevgisizlik çox böyük bir problemdir, əslində qlobal bir problemdir. Hər kəsə sevgi ilə yanaşsa, o da yəni. Bu qədər. Dünyada problem qalmaz. Həqiqətən hər şeyin başı sevgisizlikdir. Xüsusən də yəni valideynin sevgisizliyi, belə deyək. Yəni hər insan sevmək məcburiyyətində deyilsiniz, amma valideyniniz də sizi sevmək məcburiyyətindədir. Sevməlisiniz valideynlər. Valideynlər. Nəysə. Sonra səncə texnologiya insanları yaxınlaşdırır, yoxsa uzaqlaşdırır? Bayaqki sual kimi, bu da telefon xoşbəxtlik gətirir mi? Elə bir şey vardı. Texnologiya insanları uzaqlaşdırır təbii ki. Hər şeyi, nə bilim, WhatsApp-dan yazaram sənə, Instagram-dan zəng eləyərəm, oradan yazaram, buradan zəng eləyərəm. Düzdür, mən o vaxtlar olmamışam, mən gözümü açan kimi telefon görürəm bir uşaq olmuşam. Yəni gözümü açan kimi deyil də 5-6 yaşımdan da belə deyək. Amma hər şey telefon demək deyil. Çox səhv. Şu an həqiqətən özümü çox bədbəxt. Telefonu buraxıram bir şey. Həqiqətən amma uzaqlaşdırırmı? 100% uzaqlaşdırır. Telefon olmasaydı, əvvəllər camaat qonşusunun evinə gedərdi, qohum əqraba yığışardılar. İndi telefonla. Yeni ilə biz mübarək, gəlin üzbəyüz deyin də, yəni çox böyük səhv. Bunların hamısı nəysə. Qoyurayım partlasın. Niyə bəzi insanlar həqiqəti bilə-bilə susur? Onu o bəzi insanlardan soruşaq, zəhmət olar. Bilmirəm. Susmaq sevmirəm ümumiyyətlə. Susmayın. Hər nə olur olsun. Səhv, düz, yalan, doğru. Yalan, doğru. Yalan yox, səhv yox. Düz, həqiqət bildiyiniz şeydən niyə çəkinirsiniz ki? Niyə susursunuz? Mənə heç vaxt çatmayıb. Bu keçən dəfə də dedim bunu mən. Susmayın. Yəni bildiyiniz və düz olduğuna əmin olduğunuz bir şeyin arxasınca həmişə gedin. Sonuna kimi gedin. Düzsüzsə əgər. Bəli, çox qəşəng məsləhətlər verirəm bu dəqiqə burada. Dünyada ədalət tam şəkildə mümkün ola bilərmi? Xeyr, heç vaxt mümkün ola bilməz. Həmişə istəyir ən uğurlu sistem olsun, ən uğurlu bir nəsə olsun, ən uğurlu bir
nə bilim şey olsun. Həmişə bir nəfər də olsa o sistemi, o qaydanı, o qanunu pozub keçir və o pozub keçə-keçə də o arxasıca da gəlirlər. Heç vaxt tam şəkildə ədaləti bərpa eləmək olmayacaq. Bu vaxta kimi də olmayıb, bundan sonra da olmayacaq, bu gün də yoxdur. Bu qədər. Bu qədər basit. Dişim qırıldı. Səncə insanın ən böyük düşməni özü ola bilərmi? Sən sual vermirsən, sən cavab verirsən. Bəli, insanın ən böyük düşməni və yaxud ən yaxın dostu da həmçinin özüdür məncə. Ən birinci. Yəni özünüzü dirçətsəz də siz eləyəcəksiniz, geriyə çəksəz də siz çəkəcəksiniz. Nə olur olsun da, yəni nə olur olsun hamısı siz yəni eləyəcəksiniz. İnsanın ən böyük düşməni də, ən böyük dostu da, ən böyük yaxını da, uzağı da, hər şeyin. Yəni o özün sizin öz əlinizdə olan bir şeydir. Yəni özünüzlə dost ola da bilərsiniz, düşmən də ola bilərsiniz. O sizin özünüzə qalan bir şeydir. Yəni ən böyük düşməni ola bilərmi? Bəli, ola bilər. 100% ola bilər hətta. Niyə insanlar bir-birini anlamaq yerinə mühakimə edirlər? Mən buna razılaşmıram. Məncə insanlar bir-birini həmişə anlasalar, ziddiyyətlər daha da artar əslində, tam tərsi. Çünki hər kəs bir-birini anlamaq zorunda deyil. Yəni mühakimə etmək deyil də, yəni biraz fikir paylaşma deyək də. Fikir paylaşma eləmək daha düzgün olar əslində. Mühakimə eləmək biraz çox ciddiyə qaçdı. Mühakimə eləmək ehtiyac yoxdur dostlar. Fikir paylaşımı sadəcə. Yəni amma hər kəs bir-birini anlamamalıdır da, yəni. Çox sıxıcı olar həyat məncə. Biraz dava, biraz kaos, intriga. Sonra səncə gələcəkdə insanlar daha xoşbəxt olacaqlar, yoxsa daha yorğun? Yorğun. Daha yorğun olacaqlar məncə. Hər kəs özünü qurtarmaq dərdindədir çünki. Hər kəs sırf öz adından fikirləşir. Genel olaraq dünyaya baxmır heç kim. Və amma hər kəsi fikirləşsə, hər kəs də xoşbəxt olar. Çox yanıltmaz kimi oldu bu. Ya həqiqətən elədir də, yəni bu təkcə sırf bir kollektiv, məsələn adi bizim sinifli məsələn nəzərdə, ümumi bir dənə adi bir sinif nəzərdə tutun. Sinif tutmağınızı da ehtiyac yoxdur. Niyə sinif tutasınız bir dəqiqə? 20 dənə nəfər nəzərdə tutun, 20 dənə nəfər oturub. Bir dənə salmışsın onları bir dənə otağın içinə, hərə o dəqiqə fikirləşir. Mən buradan özümü necə qurtara bilərəm? Özümü buradan necə xilas edə bilərəm? Amma halbuki o 20 dənə insan oturub bir yerdə fikirləşsə, çıxış yolunu axtarsa, 1-2 günə çıxarlar oradan. Ya da 1-2 dəqiqəyə. 1-2 gün çox gec oldu. Yəni demək istədiyim odur ki, hər kəs özünü fikirləşməsə, məncə gələcək daha da gözəl ola bilər. Amma hal-hazırda gələcəyi çox da yaxşı görmürəm. Mən də görürəmsə o da dostlar, əmin ola bilərsiniz. Çox qəribə suallar var. Bundan sonra gözüm sataşdı. Deyir ki, səncə, yəni məncə sosial media insanlara özgüvən verir, yoxsa özgüvənini alır? Məncə əslində mənə özgüvən verir. Mən çünki videolar çəkirəm, xoşum gəlir, belə özgüvənim artır, özümə güvənim artır, özümü sevgim artır və s. Amma hər insan üçün eyni deyil. Məsələn, şəxsən mənə də bəzən təsir edir əslində. Girik, baxırıq. Ay Allah, hər özünü paylaşıb, bir dənə full make-up, full dolğu məsələn, ay mən belə gözələm, mən belə qəşəngəm. Artıq insanlar sıra-sıra ancaq eyni tipli insanları görə deyirlər ki, hər kəs belədir, hər kəs qəşəngdir, hər kəs gözəldir. Mən niyə çirkinəm ya da mən niyə beləyəm və ona görə də özgüvəni düşür aşağı. Özünə sevgisi azalır. Yəni amma mən şəxsən, yəni o da əslində yaşla əlaqəli. Ümumiyyətlə mən bunu həmişə demişəm ki, bir yaşdan sonra uşaqlar sosial mediadan istifadə eləməlidir mütləq. Amma məsələn bu şeyləri 18 yaşında biri görsə, baxıb deyəcək ki, nə əlaqəsi var? Yəni normal düşünən bir insana bu təsir eləməz. Amma düşüncə tərzində azca da bir problem olan insana bu sosial media çox tez təsir eləyər məncə. Ona görə yəni kiçik yaşlı uşaqları da xüsusən də 13, 14, 15 yaşlı uşaqlara sosial medianı versəz, heç nə yəni sözüm yoxdur sizə. Sözüm yoxdur. Niyə bəzi uşaqlar uşaqlığını yaşaya bilmir? Sosial media üzü. Niyə bəzi uşaqlar uşaqlığını yaşaya bilmir? Çox qəşəng sualdır. İndiki dövrü nəzərə alsaq,
Həqiqətən də sosial medianın çox böyük rolu var. Şəxsən mənim hələ də yadıma gəlir, mənim telefonum 12-13 yaşımda olub, səhv eləmirəmsə. Onda da korona vaxtı idi. Mənə telefon almışlar onlayn dərslərə görə. Heç bir onlayn dərslərə qoşulmamışam, nəysə. O ayrı. Nə oldusa o onlayn dərslərdən sonra oldu. Mən telefona baxdım fəsairə. Amma mənim apaydın yadımdadır ki, telefonum olmamışdan qabaqki həyatım o qədər xoşbəxt. Ay Allah. Bütün gün oynayırdım, həyətdə idik, həyətdə, evdə, bacada, küçədə, ağacın başında, yəni hardasa da, yəni həyat var idi, uşaq rənglər var idi. Rənglər vardı, Gülşən nə idi o qızla, nəysə. Həqiqətən telefon uşaqların uşaqlığını, hər şeyini əllərindən aldı da, yəni elə mənim özümün də. Telefon olandan sonra mən oyun oynamamışam bu günə kimi. Çox qəribə. Və qorxunc. Dünyada savaşların əsas səbəbi güc istəyi ola bilərmi? Bəli, ola bilər. Amma güc istəyindən əlavə insanların içində ümumiyyətlə bitməyən bir kin var, belə. Hamının üstünə hücum eləmək istəyindədir. Mənə bu heç vaxt çatmayıb, yəni çox qəribə və çox qorxuncdur. Amma güc istəyi də var. 100%. Hər kəsdə bir şey var ki, lider mən olum, lider biz olaq və s. Mənasız. Hamımız insansız da. Güya kimin kimdən nə fərqi var? Mənasız. Niyə insanlar çox şey itirəndən sonra Bir dəqiqə. İnsanlar nəyisə itirəndən sonra dəyərini anlayır. Niyə? Sualı biraz başa düşmədim, niyə çevirdim? Yəni düzdür bu arada. Çox düzdür. Biz niyə? Belə deyim də sizə. Məsələn, tutaq ki, bir insan düşünün. Analarınızı götürəcəm. Məsəl çəkmək istəyirəm analar üzərindən. Çünki hər kəs bunu yaşamışdır 100%. Məsələn, ananız səhər durur. Məsəl üçün deyəm. Ola bilər ki, kimin sanası eləməsin. Mənim anam eləyir. Mən salam üstündən deyirəm. Səhər durur, yeməyinizi qoyur qabağınıza. Yəni bilmirəm. Səhər durur, hər gün bir dənə sabahın xeyir. Məktəbə yola salır sizi. Məktəbdən qayıdırsınız, gəlir, yenə süfrəniz qabağınızda. Gedirsiniz əlavənizə. Sizi yola salır, təzədən gəlirsiniz. Hər gün eyni şeylər olur. Allah uzaq eləsin, Allah uzaq eləsin. Bir gün bunlar olmayanda, bir gün səhər olacaq, o yeməyiniz qabağınıza gəlməyəndə, bəzi şeylərin fərqinə varacağıq. Allah o günləri çox uzaq eləsin. Yəni bunun kimi də, yəni bir şey hər gün daima olanda insan olucu elə bilir ki, bu insanın bu vəzifəsidir. Halbuki o yeməyi sənin üçün qoymaya da bilər, sənə sabahın xeyir deməyə də bilər, heç vecinə olmaya da bilərsən, amma eləyir bu insan bunun faktı ki. Yəni başa düşürsünüz necə? Məsələn, tək tutaq ki, insan da olmaya bilər, hər hansı bir əşya da ola bilər. Məsələn, mən bu planşetə açmışam, baxıram şəkilə, düzdür? Baxıram suallara. Hər gün baxıram, hər gün açıram, baxıram. Planşet qırılsa, mən onda çatacaq ki, mən bunu istifadə edirdim. Yəni bu mənə lazım idi. Halbuki biz beynimizdə elə kod duyuruq ki, bir insan bunu hər gün elirsə, bu insan bunu məcburi, yəni bu insanın bu vəzifəsidir, amma elə bir şey yoxdur. Ona görə də o nəyisə itirəndən sonra, insan onun dəyərini başa düşür, onun əhəmiyyətini görür. Və yaxud ziyanını da görə bilər. Yəni bu, necə ki, məsələn, dəyərini anlayır deyirik, zərərini də anlaya bilər əslində. Bəzi insanlar olur, deyirik ki, məsələn, heç danışırıq, dostuz məsələn. Yəni o insanla hər gün hər gün deyib gülürsünüz. O insandan birdən-birə küsürsünüz, deyirsiniz ki, ay Allah, mən niyə bütün dostlarımla uzaq salırsam falan, başlayırsınız deyinməyə, nankorluq eləməyə. Bir müddət keçir, şəxsən mənim özümdə yaşanıb. Bir də görürəm ki, həyat mənə daha xoşbəxt hiss elətdirməyə başlayır. Deyirəm ki, sən demə o insanlarla güldüyümüz o saatlar, sən demə mənə nə qədər də beynimi yorurmuş, məsələn, tutaq ki, məni bu qədər pis vəziyyətə salırmış, nə qədər dəyişmişəm sən demə. Əslində, bəzən zərərini də anlaya bilir bir insanı itirdikcə.
Çox qəribə bir şeydir. Belə söhbətləri danışandan sonra insana bir aydınlanma gəlir. Sizə də gəlirmi bilmirəm. Bu dəqiqə mənə çox böyük aydınlanmalar gəlir. Sonra təhsil sistemi ilə bağlı bir sual. En sevdiyim, içim doludur. Deyir ki, bunu popcornumu qoyuram ora. Deyir ki, səncə təhsil sistemi insan yetişdirir, yoxsa sadəcə yarışdırır? Bu sualı verən əllərinizdən öpüm. Yəni halal olsun sizə. O qədər mükəmməl bir sual. İnsanları yetişdirir, yoxsa sadəcə yarışdırır? Mükəmməl bir sual. Çox bəyəndim. Danışacağıq indi. Bu haqda danışacağıq. Nə qəşəng bir sualdır. Cavab fikirləşim daha doğrusu bir dəqiqə. hain cavablar. Çox düzdür bu. Çox düzdür. Belə deyim də sizə. Mən heç kimlə bu vaxtı kimi rəqabətə girməmişəm. Sevmirəm. Yəni sevmədiyim üçün girməmişəm. Xoşum gəlmir. Çox yorur məni hər tərəfli. Amma təhsil sistemimiz bizdən onu istəyir ki, siz 700 ballıq şkaladır, bal şkalası. 3-cü qrupuq biz. Mən, yəni. Mənim hədəfim oydu ki, 650-ni keçim, istədiyim yerə rahatlıqla düşüm. Yəni bal dərdim olmasın. İndi istər-istəməz yarış olur. Nə üçün olur? Təhsil sistemi bizə deyir ki, oxuyun, oxuyana dəyər verəcəyik. Amma 650-ni keçdiniz, 650-ni keçəndə 10 nəfərə, məsəl üçün, 10 nəfərə pulsuz universitetə salırıq, qalanları pullu. Onda nə olacaq? İnsanlar arasında nə yaranır? Rəqabət. Kim ötdü, kim kimi keçdi, kim pulluya düşdü, kim pulsuza düşdü, kimin uşağı getdi universitetə girdi, kimin uşağı girdi kollecə girdi. Yəni kim girdi peşə oxudu, kim nə bilim nə oxudu. Camaat dəydi bir-birinə. Bax, təhsil sistemimiz bu qədər idi. Qalan da heç nə deməyəcəm. Bir də o birisi videomda yetərincə danışmışdım əslində. Bu dəqiqə təhsil sistemindən özümü yormaq istəmirəm. Bu cümləmdən məncə hər şey başa düşdünüz. Yetərlidir. Fırladıram. Bitir, 4 dənə sualımız qaldı. Çox üzüldüm şu an. Amma videoda uzun oldu, 40 dəqiqədir. Sual boş düşməm. İkizli insan dedikodusu. Ən sevdiyim. Deyir ki, niyə bəzi insanlar özünü gizlədib başqa biri kimi yaşayır? Bu əslində ikiyüzlülük də deyil əslində, değil mi? Mən amma ikiyüzlülükdən danışmaq istəyirəm. Nədir? Başa düşmədim. Deyir, niyə bəzi insanlar özünü gizlədib başqa biri kimi yaşayır? Necə yəni? Niyə başqa biri kimi yaşayır? Başa düşmədim. Niyə yəni? Bu da deyirdi, niyə? Bilmirəm. Pas. Bir dənə bura buton alma gərək. Basım üstünə belə pas deyəndə basım belə. Mənim üçün alın da o zəhmət olmasa. Bilmirəm. Niyə yaşayır? Yaşamayın. Hər özü olsun həqiqətən. Çox önəmli. Hərə özü olsun. Və bir dənə onu deyim sizə. Bir insanı ki, hər kəs sevir, hər kəs istəyir. Bunu mən anam da demişdi vaxt ikən və hansı kinodasa qabağıma çıxmışdı. Ya da kitabda mıydı? Bir dənə kitabdaydı deyirsən ki, qabağıma çıxmışdı o cümlə. Deyir ki, bir insanın ki sevəni çoxdur, orada bir nəsə zibil var. İndi mən bunu biraz daha sizə şəkildə deyirəm. Yəni yaxınçılıq hiss elədiyimdən ötürü. Amma bir insanı yəni nə qədər sevəni varsa, o qədər də zəhləsi gedəni olmalıdır ki, o insan normal bir insan olsun. Yəni elə olmalıdır. Hər şey taraz şəkildə, zəhləsi gedən nə qədərsə, sevəni də o qədər olmalıdır. Artıq biri belə olsa, o biri belə olsa falan, dəngələr şaşandan sonra demək ki, orada bir nəsə bir şey var. Taraz. Hər şeyin tarazı gözəldir dostlar. Hər şeyin tarazı hali. Bəli. Çox qəşəng bir sual var. Ümumiyyətlə bundan sonrakılar çox qəşəng suallardır. 4 dənə sualımız var və 4-ü də bir-birindən çox qəşəngdir. Səncə səssiz qalmaq bəzən haqsızlığa şərik olmaqdırmı?
Bəzən yox, çox vaxt, yəni həmişə. Həmişə deməyə də çox vaxt, bəli, şərik olmaqdır. Mən sizə bunu deyim də indi. Haqsızlığa deyirik, amma təkcə haqsızlığa da yox. 1000 dənə cinayət görürsünüz, tutaq ki, cinayətə susursunuz. Cinayətə şərik olursunuz. Siz də əslində bir növ cinayətkar sayılırsınız. Və yaxud tutaq ki, keçən dəfə Türkiyədə olan hadisələr. O uşaq, heç bir insan birdən-birə qatil olmur. Bunu hamımız çox yaxşı bilirik. Qatil oldu, məktəbi tökdü başına, nə bilim elədi. Heç bir insan birdən-birə belə olmur. 100% ki, o nəsə evdə bir özünü göstərib, hardasa, hansısa bir hərəkətində nəsə bir qeyri-adilik olub. 100% yox, milyon faiz ki, onun valideynləri bunu görüb. Amma nə ediblər? Susublar. İndi burada uşaq cinayətkardır, o heç. Burada o ayrı məsələdir. Amma və lakin valideynlər də cinayətkar yetişdiriblər əslində öz əlləri ilə. Bu küçədə birini öldürən birini görəndə məsələn susmaqla eyni şeydir əslində. Bərabərdir. Bir küçədə dava edən adam görəndə insanlar susurlar. Küçədə inan keçən dəfə mən yolda gedirəm. Səhər saat 8-dir, sübh. Səhər 8. Gedirəm əlavəyə, məktəbə gedirəm. Mən gedirəm qulaqçıq qulağımda görməmişəm. Sən demə arxamda it mənə hürürmüş. Ham ham ham, ham ham ham. İnan Allaha, o it az qalsın, bir il keçdim, gördüm it arxamda üzrə, o qalıb hoppansın üstümə. Qırağımda da bir-iki dənə adam vardı orada. Hamısı dayanıb belə baxır. Belə. Elə bir kinoya baxırlar, mağazin zatı da bu dizidir, nədir bu? İnsanlar robotlaşıb, həqiqətən buna fikir versəz görəcəksiniz. Qabaqlarında birini də öldürsələr, kimsə bir-birini saç baş girsələr də, hamını inib susub oturacaqlar. Təbii ki də bu o günaha ya da o haqsızlığa, o şərəfsizliyə şərik olmaqdırmı? Bəli, şərik olmaqdır. Bunu qəbullanmalısınız. Ümumiyyətlə bu bayaqki bir dənə də burada sual var idi, susmaq məsələləri. Susmayın da, nə olur olsun susmayın. Gedin, nə bilim, harasa şikayət eləyin, nəsə gedin deyin, ona deyin, buna deyin, kömək çağırın, nəsə bir iş görün, nəsə eləyin. İnsanlar ya götürəcəklər, telefon da yoxdur üstündə, göstərəm, ancaq planşetdir. Ya götürəcəklər çık telefonla şəkil, kamera, video çəkəcəklər, paylaşacaqlar sosial mediada, ya da ki susacaqlar, belə qıraqdan baxacaqlar. İnanın Allaha, dünyanın bərbad vəziyyətə getməsinin ən böyük səbəbi budur. Ən böyük səbəbi budur, çox böyük bir səbəbdir hətta. Susmaq, səssiz qalmaq çox böyük günahdır. Eləməyin bunu. İnan Allah, mən belə küçədə balaca oğlanlardır. 13-14 yaşı olar məsələn, ya da 10 yaşı, 12 yaşı. Əllərində siqaretlə gəzirlər. Qorxunc bir haldır. Mən belə deyirəm ki, o uşağa, bu nədir əlində siqaretlə gəzirsən? Uşaqlar mən belə deyəndə o qədər belə qalırlar ki, bu nə deyir? O qədər öyrəşməyiblər ki, qıraqdan gəzən bir dənə kişi də heç vecinə almır, uşaq siqaret çəkir. Yəni bu bayaqki mövzu kimi hər özünü düşünür, hər öz uşağını düşünür. Halbuki yoldakı öz uşaqları olsaydı, yolun ortasına tutacaqlar o uşağın əlinə, siqareti vuracaqlar təpəsinə. Yəni o uşaq sənin uşağın deyil, başqasının uşağıdır. Yəni nə olsun ki, heç çox qəribə. İnsanoğlu çox bərbad bir yerə doğru gedir və Allah axırımızı xeyir eləsin. Dünyada ən böyük yoxsulluq hal-hazırda səncə pul mövzusundadır, yoxsa mərhəmət mövzusunda? Nice. Çox qəşəng bir sual yenə. Qəşəng bir sual. Təbii ki də mərhəmət mövzusunda. Pul mövzusunda da yoxsulluq çəkənlər çoxdur, amma çoxdur. Həqiqətən, bunu yox saymaq da olmaz. Pul mövzusunda da yoxluq çəkənlər dəhşətdir. Ümumiyyətlə tək bizim ölkədə də yox. Ümumi götürsək dünya üzərində. Yəni aclıqdan ölən uşaqlar mı desək, nə desək də, yəni az qalır. Çox bərbad bir bəzi yerlərdə, xüsusən də kasıbçılıq, pulsuzluq, aclıq başına alıb gedir. Çox qorxunc bir haldır. Amma mərhəmət ondan daha bərbad bir haldadır.
hər şeyin başında, yəni bayaq dediyim kimi sevgi, mərhəmət, şəfqət bu hisslər durur. İnsanın ürəyində bir yumşama hissi var. O bəzi insanlarda olmur. Baxın, o insandan qorxacaqsınız. Həqiqətən bu çox insan, mən çox qorxunc bir haldır. Necə bir insanın ürəyində mərhəmət hissi ola bilməz? Yolda bir dənə balaca bir pişik yavrusu görürsüz. O pişik yavrusunun maşını tapdalayıb keçəcək. Siz necə o pişik yavrusuna baxmadan keçə bilərsiniz? Yəni Allah hər kəsə mərhəmət versin. Amin. Amin. Niyə insan ən çox sevdikləri incidir? Çox cringe bir söz olacaq. Hər yerdə o söz var amma deyəcəm. Düşmən vuracağı yeri bilmir, amma ən yaxınında olduğunuz hardan vuracağını çox yaxşı bilir. Buna görə. Ona görə də mən onun tərəfdarıyam ki, insanlara ən zəif nöqtələrinizi, ən güclü olduğunuz nöqtələrinizi də heç bir şeyini çox da açmağa ehtiyac yoxdur. Hər şey belə üzdən. Üzdən. Ay o mənim dostumdur, ay o mənim qan qardaşımdır, ay o mənim nə bilim nəyim. Ehtiyac yoxdur. Bu dövrdə adam atasına güvənmir, qaldı ki, tanımadığımız birinin uşağına. Kimdir də yəni? Özümə belə öz sirrimi açmaqda çətinlik çəkirəm, qaldı ki, başqasına. Yəni, deməyin. Bir insanın, siz necə, onu düz deyir. Deyir ki, biri ilə dost olmaq nə deməkdir? Əlinə silahı vermək kimi bir şeydir. O dost sizi satsa, sizi arxadan vuracaq, satmasa da sizlə bərabər vuruşacaq. Çox gözəl bir sözdür bu da. Düzdür. Yəni, zaten biri ilə dost olmaq, ona silahı verməklə bərabər bir şeydir. Amma imkan verməyin ki, o sizi vurmağa vaxt tapsın. Yəni, ona imkan verməyin. Xahiş edirəm. Çox pis bir şeydir. Dost tərəfindən vurulmaq və yaxud dost olmasın, öz ailəsi tərəfindən vurulmaq və s. çox pisdir. Yəni, çox ağır bir yükdür. Yəni, o yükün altından da qalxmaq da çox çətin işdir. Ona görə hər kəs öz sirrinizi açıb danışmayın. Ananız, dostlar, gelin ananızı danışın. Niyə o qədər? Bilmirəm, mən həmişə çox qəribə gəlir və mən, məsələn, oturmuşam, qızlarla söhbət edirəm. Deyirəm ki, nəsə olub. Ayda bunu dinə anama danışdım və çox maraqlı. Ya da deyirəm ki, evə gedim bunu tez anama danışım. Qızlar mənə belə baxır. Necə məsələn bir olay olub, qeybət olub, tutaq ki, gedib bunu necə ananıza danışmaya bilərsiniz? Mənə çox heç çatmır bu. Anneciğim, iyi ki varsın. Həqiqətən hər kəs də valideyn ola bilmir. Mən buradan da bunu başa düşürəm. Uşağınıza elə məqam verməyin ki, o uşağınız sizə deyə bilmədiyini gedib başqa birinə desin. Onu uşağınıza o fürsətdə valideyn yaradır həmişə. Heç vaxt o fürsəti uşağınıza yaratmayın. Özünüzdə elə güvən yaradın ki, uşaqlarınıza qarşı, uşaqlarınızda özünüzə elə güvən. Nəysə, yəni güvəni elə qurun ki, uşaq nəsə olan kimi pis, yaxşı, qəşəng, maraqlı, hər cürdə, yəni gəlib onu birinci sizə deməlidir, mütləq. Mən birinci nəsə olan kimi anama deyirəm ki, məsələn, sonra kim nəsə danışıram, tutaq ki, səncə bunu ona deməliyəm, deyirəm. Mən ciddi soruşuram bunu anamdan. Anam da məsələn bir hə ya da yox. Deyirəm ki, hə, yaxşı. Anam nə deyirsə, bir bildiyi var deyirəm. Məsələn, bugün hətta əlavəyə getməmişdən qabaq mən bir dənə video çəkmişdim YouTube-a. Anama göstərdim, anam dedi ki, Zərin, mənim xoşuma gəlmədi. Atmasan yaxşı olar. Atmadım. İnanın Allah, analarınızın bildiyi həmişə bir düzgünlük var. Mən 100% inanıyorum. Ola bilməz ki, analar səhv desin. Mən heç vaxt görməmişəm. Səncə bir insan dünyanı dəyişə bilərmi? Bir insan dünyanı dəyişə bilərmi? Dəyişə bilər. Yaxşı mənada da, pis mənada da. Amma çalışın ki, dünyanın yaxşı mənada dəyişənlərdən olun. Pis mənada dəyişməyin, yəni. Bir insan şirin dili ilə hər şey eləyə bilər. Mən bunu inanıram. Öz şirin dilimlə hər kəs yoldan çıxara biləcəyimə də inanıram. Siz də inanın. Videomuz bitdi nəydi? Videomuz bitdi, bəli. Sualımız da bitdi. Videomuz da bitdi. Çox sual cavablandırdıq amma. 40 dənə sual cavablandırmışıq. Çox qəşəng suallardı. Məncə çox maraqlıydı. 40 dənə sual 50 dəqiqə. Popcornumu da çox yeməmişəm heç. Yeyə danışa bilmirəm. Nə yeyim? Videomuz bitdi dostlar. Nə bunu yeyim? Qəşəng sağollaşacağam sizlə. Gözləyəm. Videomuz bitdi. Mənlə bu gözəl söhbətiniz üçün çox təşəkkür edirəm. Yaxşı ki varsınız. Siz mənim hər şeyimsiz. Çox sağ olun ki varsınız. Nə qəribə bir iltifat oldu. Nəysə. Çox belə şey oldu, şit oldu bu.
Çox şit bir sağollaşma oldu. Bu belə olmadı. Bir dəqiqə. Video like atmağı və yorum bildirməyi, yorum yazmağı yəni unutmayın. Abunə olmağı da unutmayın. Nəysə. Videoma baxanlar yarıdan çox abunə olmayanlardır. Çox qırılıram yəni, çox qırılıram, gücənirəm. Bir də abunə olmağa basacaqsınız. Görən nə olacaq orada basanın, nəysə. Yaxşı ki varsınız, yaxşı ki mən də varam bu videolar çəkirəm sizin üçün. Bu qədər. Sağ olun, sağ olun, sağ olun, sağ olun. Öpürəm sizi. İrəlidə istədiyiniz videoları yoruma yazmağı unutmayın. Çünki çox ehtiyacım var. Biraz tükənmişəm. Nə video çəkim bilmirəm artıq. Sağ olun.